Melisa. DFH proqramı üçün Unity öyrənirdim və daha kiçik bir proyektimi göstərmək istəyirəm. Bu birinci proyekt, belə deyim, 2D proyekti. Bu proyektdə əsas öyrəndiyim şeylər biri 2D animasiya idi. Sprite Sprite sheet. Biri sprite sheetlərlə necə animasiya eləyirdi, onu öyrəndim. Məsəl üçün, burada belə bir sprite sheetim var və raket üçün də belə bir sprite sheetim var. İndi məsəl üçün oyunu başlatsam, burada görə bilərsiniz, birincisi raketin animasiyası var, ikincisi də ki, bu kometlərin animasiyası var. Bunlar ikisi də sprite sheet animasiya ilə elədim. Sonra bu kometləri görürsünüz ki, prefabla eləmişəm. Burada kometin prefabını yaratdım. Rigid body, box collider falan qoydum. Box collideri necə görək? Box collideri biraz daha balaca qoydum. Rigid body'də gravitini söndürdüm ki, aşağı düşməsinlər, düz getsinlər. Və bunun skriptində də deploy asteroids. Bunun skriptində birincisi spawn time, yəni hər 2 saniyədən bir bunlar spawn olurlar. Gəlin belə baxaq. Bunu bir dənə silim. Spawn olmaqdan da əlavə kameranın qırağına çıxırlarsa, onlar elə bil ki, yox olurlar. Elə bil ki, buralarda spawn olurlar, haradasa buralarda da yox olurlar. Onu optimizasiya üçün elədim. Deba buralarda yox olurlar. Deməli, hər 2 saniyədən bir spawn olurlar. Bunu dəyişə bilərik. Screen bounce-u tapmaq üçün belə bir koddur. Spawn eləmək üçün də instantiate işlətmişdim. Bu enumerator şey üçündür, spawn enemy, elə bil ki, kometləri spawn eləmək vaxtla eləyir. Bu spawn time-ı şeyə qoymuşam, 2 saniyə qoymuşam. Bu while loop-un içində wait eləyir 2 saniyə, sonra spawn eləyir. Sonra bu roketin move eləməsi üçün speed linear velocity işlətmişəm. Başqa bir proyekti də göstərəcəm. Orada add force işlətmişdim. Deməli, bu kometə trigger qoymuşam tag-la. Deməli, tag comet və burada trigger qoymuşdum. Box collider'da is trigger qoymuşam. Bu trigger onun üçündür ki, bu komet raketə dəyəndə raket dayansın. Dayansın deyəndə destroy olsun. Belə. Deməli, sonra burada bu kometin speedidir. Kometə speed qoyuram. Bu linear velocity ilə gedir. Və dəyəndə də destroy olur. Screen bounce-dan çıxanda destroy olur. Bu birinci proyekt belə. İkinci proyekt daha belə göstərə biləcəm. Bunu bağlayayım. Deməli, bu bizim ikinci proyektimizdir. Burada list olunan mövzulardan, deməli, burada da prefabs işlətmişəm. C#, Edge, Materials, Shaders. Materiallar burada sadə materiallardır. Belə, ancaq elə bil solid rənglərdir. Belə shaderlər istifadə eləməmişəm. Lightning bir dənə
Burada lightning var, başqa yoxdur. Skybox yox, bunlar yox. Physics and collision var, onu göstərəcəm. Animation yox, UI var burada, onu da göstərəcəm. Object pooling yox, scriptable objects. Bir də AI navigation var. Mən burada gördüyünüz kimi bake eləmişəm bunu. Deməli, bake eləmişəm ki, bizim burada AI-miz var. Bu qırmızı qutu deməli enemidir. Bu circle-da bizim oynadığımız. Deməli, bu da bizim oynadığımızdır. Burada run eləsəm. Deməli, bu sarı datsın. Deməli, bu sarılar randomly generate olunur. O prefab qoymuşam. Bu sarıları yığanda count çoxalır. Bir ki count deməli bütün bu sarıları yığsaq oyun dayanır, utduğumuzu yazır. Bir dənə. Bu qırmızı da bizi tutanda elə bil ki you lost yazılır. Qırmızı bizim dalımızda düşür. Bir dənə təzədən şey deyim, göstərim. Deməli, burada movement'ı add force ilə eləmişəm. Ona görə görə bilərsiniz, belə gedəndə, dayananda bu hələ də davam edir getməyə. Burada collision belə də var. Onu sürətli dəysək əslində düşəcək. Deməli, utduq. Bu oyunda belə. Bu enemy üçün AI var idi, Navmesh agent. Bir də başqa pickup. Bu pick-up'ı prefablara qoymuşdum. Bu da prefabdır. Əlbəttə ki, bu bənövşəyi qutular prefabdır. Pick-up da prefabdır. Ümumiyyətlə, bunu Unity-nin öz tutorialından götürmüşdüm. Bunun movement-i üçün dedim add force-dur. Başqa heç. Bir də yəni collisionlar üçün tutalım burada bizdə rigid body, use gravity falan hamısı var. Amma məsəl üçün burada bu qutuya baxaq. Bu qutuda collider var, amma rigid body yoxdur. Çünki bu tərpənməməlidir. Biz buna dəyə bilirik, amma tərpənməməlidir. Bu da rigid body'dir, amma burada gravity yoxdur, kinematikdir və triggerdir həm də. Belə. Çox sağ olun, proyektimə baxdığınız üçün sağ olun.